Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Dünən bir yerdə toyda idik. Qucaqlaş, öp, bağrına bas, rəqs et. Sən demə sonuncu dəfə imiş. Müsavat.com xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov sosial şəbəkədə yazıb. O, əməkdar artist Zabir İmanovun vəfat etməsindən bəhs edib. Çox heyf, yaxşı insan, gözəl dost. Allah sənə rəhmət eləsin. Vaxtsız getdin. Hər zaman qəlbimizdə gülərüz, pozitiv, nümunəvi bir insan kimi qalacaqsan. Məkanın cənnət olsun, dostum. Qeyd edək ki, əməkdar artist Zabir İmanov bugün Bakıda idman zalında infarktdan vəfat edib.